Salam dəyərli izləyicilərim, xoş gördük. Hər birinizi salamlayıram. Cəranboy rayonunun Borsunlu kəndindən. Gəldik gözəl izləyicilərimiz Cəranboy rayonunun Borsunlu kəndinə. Umud qardaşımızın ailəsi üçün də yardım gətirmişik, balaları üçün yardım gətirmişik və o yardımı göndərən qardaşlarıma öz təşəkkürlüyümü bildirirəm. Çox sağ olun. Allah malınıza, mülkünüzə bərəkət versin. Allah ruzunuzu bol eləsin. Gözə görünməz Allah Taala sizləri xətadan, baladan və ağla gəlməz qəzalardan uzaq eləsin. İndi isə videomuz davam eləyir. Sona qədər videomuzu izləyərsiniz və bəyənərsiniz. Öz fikirlərinizi bildirərsiniz. Salam aleyküm ay Umud. Necəsən? Ne var ne yok? Umut kardeşimiz gəlir. Atarsan? Sağ olun, hoş görsün. Vəziyyət. Sağ olun. Ya sən bir maç eləyir. Sağ olun. Ağaysan? Sağ olun. Yaxşısanmı? He, sağ ol. Yaxşı ol. Sağ ol. Yarışmısan mı evə? Ha, yok hala. Bir yarışasan. Sağ ol. İnşallah. Gözəl gözəl vaxtda gəlmişəm. Sağ ol, sağ ol. Hamınıza Allah kömək olsun. Mən bu kömək edirsiniz. Sağ ol, sağ ol. Sağ ol. Başınız Umut. Hacı. Yaxşı qardaşlarımız var da bilirsən. Hə, sağ ol. Özləri qürbətdə yaşasa belə, Hə. ürəyi vətənlə döyünən qardaşlarımız Hə, var. bəli. Onlar səni həmişə Sağ ol. yadlarında, nəzərində saxlayırlar. Bugün də sənə bazarlıq gətirmişik. Sağ ol canım. Sağ ol. Allah. Pulun qardaşlarımız göndəribdi. Yəni Sağ ol. o qardaşların evinə də kömək eləyib də. Yəni Hə, sağ ol. Allah Sağ ol. Allah sağ kömək olsun. kömək eləyirsən onu götürək. Bagajı aç. Hə, bax o zəmbilləri ağırdır ha. Birini götür apar qoy evəcə. Ölçəm altından götür. Altına göz torbadırlar ha. İçində ət də var. Onları xal edilməyir. Sağ ol. O da paltardır. Dost bagajı. Ürəkli ört qorxma. Ay sağ ol.